Bildiyimiz at ətidir. Mən bunu yeməsəm olar. Nə vaxtsa at əti yeyəcəyim ağlıma gəlməzdi. Amma ağlıma gəlməyən qarşıma gəldi. Nəticə özümü də şoka saldı. Deməli o gün dostlarla Ağşəhərdə yerləşən Zira restoranında qonaq olduq. Bura Bakıda Orta Asiya mətbəxindən seçilmiş yeməkləri ilə məşhurdur. Biz burada bir neçə təamun dadına baxdıq. Beşbarmaq, ətli mantı, tavada bişirilən tərəvəzli dana əti, göyərtili pendirli və ətli çebureklər, borsoki, özbək plovu və s. Başlayaq mantıdan. Bu elə bildiyimiz mantıdır. Çox ləzzətli hazırlanmışdı. Havaların soyduğu bir vaxtda tam da yerinə düşdü. Bu isə qırğız sayağı beşbarmaqdır. Bir növ qırğızların xəngəli deyək. Üzərindəki isə at ətidir. Bəli, ilk dəfə at ətinin dadına baxdım. Əti yeyim, yeməyim deyə tərəddüd eləyərkən yumdum gözümü, açdım ağzımı və nəticə gözlədiyim qədər qorxulu olmadı. Alışdığımız ət dadlarından biraz fərqli, spesifik dadı vardı. Düzünü desəm dadına heyran olmadım. Amma bu zövq məsələsidir. Məsələn, bizim Ceyhun çox böyük iştahla yedi. Deyir, imkanım ola hər gün yeyərəm. Bu arada menyuda at ətindən hazırlanmış kalbasa da var. Yalan deməyəcəm, bu da heç ağız dadıma uyğun olmadı. Amma uşaqlar bəhbəhlə yedilər. Fərqli dad axtarışında olanlar yoxlaya bilər. Tərəvəzli dana əti ilə hazırlanan bu yemək və məşhur özbək plovu isə ən çox bəyəndiklərim oldu. Ümumiyyətlə yeməklərin keyfiyyətli və ləzzətli hazırlandığını deməsəm günah olar. Göyərtili, pendirli və ətli çebureklər də bir növ bizim qutabı xatırladırdı. Məkanda canlı ifalar olur. İnteryer və xidmət yüksək səviyyədədir. Sonda isə bax belə üzəri ballı çak-çak adlanan şirniyyatla kasada çay içdik. Yeməklərə və qiymətlərə məkanın səhifəsindən baxa bilərsiniz. Zira indiyə qədər getdiyim ən fərqli restoran kimi yadımda qaldı.